Herkese salam dostlar. Bu günlerim yeni 2 tane nihai setimiz ve yanında M24 gelip bunu yani 2 tane nihai set, biri ateş, biri ise buzdur. Yani, bir tane animasiyasına baxaq, daha sonra necə bir şey olduğunu baxarıq. Çox gözəldir. Dostlar, çok güzel animasiyası var. Bunların adı tam bilmedim. Biri yükselen güneş setidir. Biri ise ay ışığı setiydi bence. Ay ışıltısı seti. Dostlar, çok güzel seçtiler. Dostlar, birinci setler görsəlir dostlar. Setler çok qəşəngdir. Bakın, çok qəşəng. Ay şeklinin kamera diyelim. Ay şeklinin yükselen güneş setine kömək elədicisidir bu. Burada da ay ışıltısı seti bence. Güneş setine ay ışıltısına kömək elədicisidir. Ya eyni animasiyadır. Dostlar, set niye gelmedi? Dostlar, gəlməsə də yenə o deyim ki, baxın, deyim. Ev girişim belədir, lobiyə. Bunda girişim. Bununki daha gözəldir. Bu ise dostlar kaskdır. Yəni mən əvvələm şapka kimi bir şeydir. Amma sən demək kaskıymış dostlar. Daha sonra belə bir M24'ünüz var. Dostlar baxın, belə bir M24'dür. Evki yükselen forması belə deyil, bir də belə biri var. Hərəsininki ayrı-ayrıdır. Amma belə də var da. Yəni amma bu daha gözəldir. Ölüm duyurusu mükemmeldir, yəni müqdür. Daha sonra belə bir diamond şey var. Laboratuvardan gizli daha yaxşı məncə. Dostlar, bir de bildiğiniz gibi TikTok'ta yayınlarımız olur dostlar. Ona göre TikTok'tan gelirler vs atırıq eləyirik. Və oradan da ki dostlar, çoxlu belə hər kəsə UC odaları olur. UC paylaşımı olur. Yəni adımı koyacağım, hesabımı blokatlar deyənə. Hesabın adını değiştirmək zorunda qaldım. Birazdan adını koyacağım buraya, yəni əvvəlki ad deyil. İndi yeni bir adı var. Bir de UC almaq istəyirsə ən ucuz qiymətdən bizdən ala bilərsiniz. İnşallah sizə yəni düşərli olar. Çox şanslı yerdir. Bir iki adama satdığımız olub. Dostlar, temel biçim belədir. Özel eləmə effekti belədir. Çox qəşəngdir. Bir yaxlarım TikTok'ta yayımdan gəlmişəqdir o. Daha sonra partlatma effekti nüqdür da bura. Çox qəşəngdir. Sonra gelişmiş sürət belədir. Ölüm duyurusu belədir. Sonra bu vurma effekti çox qəşəngdir. Amma məncə o bununki qədər yoxdur da, yəni. Çox qəşəngdir bunun vurma effekti. Daha sonra dostlar, belə bir süsleme yuvası var. Çox qəşəngdir. Daha sonra belə bir son görünüşü var və son görünüş çox gözəldir da. Daha sonra bu da görünümdür. Çox qəşəngdir dostlar, çox qəşəngdir. Daha sonra belə bir eləmə qəşəng, çox qəşəng, çox. Yəni mən özüm də UC vuracam yaxınlarda. Yəni vursam promo ya bunu atsam ya da o bir nihayətdən. Daha sonra o birisi ay ışığınki belə başlığı belədir. Vurma özü öldürmə effekti ilə patlama effekti eynidir. Prosta renkləri ayrıdır da. Ölüm duyurusu da eynidir.
Elə bu da indi. Hər şey indi. Prosta bir dənə özü ayrı. Dava eyni şeydir. Onsuz hər şey eyni şeydir yəni. Yəni o şey elə qoyublar. Amma məncə bu ondan çox yaxşıdır. Yəni ondansa bu yaxşıdır. Yəni mən alsam onsuz yüksəldəməyəcəm. Daha sonra dostlar başqa şeylərdən görsədək. Belə M24'ü görsətdim dostlar. M24 də qəşəngdir. Sağa sonra belə bir düşmə effekti var, yəni aşağı araba planördə. Bununla bunun arasında heç bir çox da fərq yoxdur, amma yəni də. Daha sonra bu maşın UAZ, yəni çox qəşəngdir. Oyuna gəlmiş UAZlardan ən yaxşılarından biridir. Birinci məncə şey olar, Maskarançıdan bununki. Çox qəşəngdilər. Daha sonra bunda çox da görünür, amma dostlar belə eləyib daha sonra buna bassaz promo görünür. Oy, çox qəşəngdir axı. Bir də bunların durma effekti şey var ya, onlar da çox qəşəngdir. Dostlar belə bir kübəyə gəlib vurma effekti olsaydı 100% var ya, çox qəşəng olardı. Yəni məncə kübəyələrdən ən yaxşısı kimi bilinərdi da. Sonra UMP də çox qəşəngdir. Amma bu özel öldürmə effekti və ya son görünüş olsa məncə daha yaxşı olardı. Yəni məncə özel effekti olsa çox qəşəng olardı, eləmə effekti. Tavası var belə. Tavam tez çıxır. Bir də ki pul çox belə evki məsələn 24 min ucun var. Pulunu sən bir dənə set alarsan. Bir də bu tapancalar çox çıxır. Bomba da çox çıxır, tava da çox çıxır. Sonra UAZ da çıxır ha. UAZ da çıxır. Bir iki YouTuberə baxdım, onlarda çıxmışdı. Daha sonra belə bir Molotov ilə bombası var. Daha sonra planörü var, çox qəşəngdir. Herkes ayda adı yanımdan çıxdı. Sonra belə bir effekt var. Yox. Adı neydi? Yanımdan çıxdı. Burada çok da değil. 8x, 6x, sonra susturucusu var, uzatılmışı var. 4x, sonra holografik nişancı, bu da lazer. Daha sonra 3x türbün, 2x türbün. Daha sonra böyle bir eklemeler var. Bunlar bilmədim nədir. Hə, popülərlikdir, popülərlik. 2000 popülərlik verir, çox qəşəng. Toplama ödüllərindən də ki, bunlardır. Hə, bunlar evki lobbydə dayanırlar, məsələn odur. Daha sonra belə bir şey var. Hə, çıxartma. Daha sonra belə bir çox qəşəngdir axı. Həm nihayət çox gözəl görünür. Belə bir avatar var. Belə bu çərçivədir, çox qəşəngdir yəni. Daha sonra bu nədir? Hə, bir yaxşı tapanca. Sonra bu nədir? Hə, əlində şey. Bunlar da yaxşı idi. Bunda belə deyil, amma bunda belə. Yəni yaxşıdır. Daha sonra belə, bu arabalardır. Bunu məncə hamı alacaq. Çünki çox qəşəngdir. Sonra belə bir lobisi var. Görsən burada ikisi də oturur burada. Yəni o mənim maraqlıdır. Daha sonra bunlar nə yaxşı gəlib. İsim kartı çox yaxşı oldu. Bunun uçağı belə var. Sonra oha. Yuh. Nədir? Deyirsən bu ölüm doğrusudur. Yox. Heç də, amma o çox qəşəngdir. Oha! Bunlar nə yaxşıdır. Məncə nihayətdə bunlar çox da gəlmir. Amma çox qəşəngdir. Bir də ki bu 200 dəfə açdıqda bunlar gəlir. Sandıqda istifadə edə bilirsiniz. Sonra toplama ödüllərdəki, bu səhv baxdıqlarımızdır. Dostlar, TikTok'da canlı yayınlarımız olur. Yəni kim gəlmək istəyirsə hər kəs gələ bilər də. Orada TDM oynayırıq, VS'lə rank kasırıq eləyirik. Yəni canlı yayında da belə bu günlərim çox yaxşı girişlər oldu. Yəni çox qəşəng, məsələn hassasiyyət veririk bir-birlərimizə, ekləyirik, popülərlik atırıq. Çox sağ olsunlar. Hamı mənə popülərlik atdı. 4 səviyyə oldu popülərliyim. Bir də buna baxın. Bu gün canlı yayına nə qədər desəz atdılar, fikir verin dənə. 90K'dan promo 100K oldum da bu günlərim. Yəni kim atsa çox sağ olsun. Baxın dostlar, haftalıq
Balatın dün atmışdı. Bu avray ucuzur deyən onu attım. Daha sonra bu qaqaş attım deyən buna. Bu da ucuzurdu. Çoxuna attım, ucuzurdular deyən attım. Gördüm hamı başladı popülər yatmağa. Yəni mən çox sevindim. Dostlar, videomuz bu qədər idi. Yorumları yazarsınız. Nə videoları çəkim, necə bir videolar çəkim. Bir də onları yorumlara yazarsınız. Bir də dostlar, like atıb abunə olma heç kim yaddan çıxmasın. Bildiyiniz kimi yeni UC səhifəm var. Yəni mənimlə mən UC sifariş vermək istəyən məndən sifariş verə bilər. Çox ucuz qiymətədir. Məsələn, yazarsınız ki, endirimli nələr var və ya hədiyyəli nələr var. O dəqiqə mən sizə çox qəşəng bir şeylə atıram. 15 manata bax. Bu var ya bu. Bundan 79 ədəd veririk. 79 ədəd bundan veririk. Üstəlik də ki 3 UC. Yəni polnu alsanız 60 UC hədiyyə. Bir də ki buradan açarsınız. Yəqin ki uğurlu olar. Gedərsiniz 360 UC. Gedərsiniz Royal Pass açarsınız və ya gələrsiniz buradan nihayət set alarsınız. Yəni ən ucuz qiymətə məndən ala bilərsiniz. Sağ olun dostlar, özünüzə yaxşı baxın.